Mən Həsənov Elməddin 10 il bundan qabaq 156 EPK şirkətinə qəbul olmuşam. Mən də hamı kimi işin məsləhətli olduğunu hiss elədim. Bu işdə qıraqdan göründüyün kimi asan deyil. Məni ən çox qürurlandıran şeylərdən biri oldu ki, noyabrın 10-u mənim ad günüm idi. Ad günüm günü torpaqlar alınan günü bizə Qubadlı Zəngilan istiqamətində sifarişlər verildi. Ən gözəl qürurlandırıcı sevinclərdən biri də bu oldu mənim üçün. 10 ildir bu şirkətdə çalışıram. Çox şeylər yadda qalır bizdə. Sadəcə olanlardan birini demək istəyirəm. Bir sifarişimiz olmuşdu Göygöl ərazisinə. Yük aparmışdıq. Müştəri bizə təklif elədi ki, yaxşı bir xidmət göstərdiyimiz üçün yəni bizə hətta otelə kimi yerləşdirdi ki, qalın, istirahət edin. Yəni biz də müştəriyə tərəddüd eləmədik, qaldıq orada. Səhər-səhər növbəti sifarişimizi götürüb Bakıya yollandıq. Əvvəl mən necə deyirlər, başqa işlərdə işləyəndə biraz səbirsiz idim. Həqiqətən deyirəm, 156-a gələndən bəri hiss elədik ki, yəni səbirli, təmkinli olmağı bu şirkət bizə öyrətdi. O qədər təmkinli, o qədər səbirli olmuşuq ki, yəni bir dənə saxla, gülmən gəlir, Elmir, güldürmə ona. Yəni mənim şəxsi həyatıma da müsbət təsir göstərib. Uzun məsafəli bir sifariş vermişlər bizə. Buradan Krasnomosta, oradan da Tovuzda, Tovuzdan da Bakıya, Maçdağaya. Yəni yol uzaq olsa da heç bir yorğunluq olmadan, heç bir stres olmadan, heç bir əsəb olmadan, yəni biz gedib həmin o sifarişi həll edib təzədən dala qayıtmışıq da. Mənim motivasiya edən şeylərdən biri də olur ki, şəhərin tıxacından, səs-küyündən uzaq olursan. Dünənlə bir sifariş olmuşdu, müştəri biraz əsəbi idi. Mən də uzaqdan gələndə biz maşınlara baxırıq, bilirik də, məsələn, buksu yeri var, buksu yeri yoxdur. Həmən maşında buksu yeri maşının arxasındaydı. Gəldim, fırlandım maşının arxasından, biraz danış gördüm ki, bir aqressivdir. Yəni bu adam da rulda oturub, mən bunun maşını qaldıra bilmərəm. Yəni bu adam biraz şişlənib, əli-zada əsir. Müştəri bir qıraqda durdu, maşını özüm qaldırdım üstünə, bağladım, elədim. Yəni müştəri də çox razı qaldı, yəni belə deyək də, yəni çox sağ olun bildirdi bizə. Orada İsmailik var, əl sıxır. Bax ondan ifadə edərdim. Çünki o qardaşlığın etibarın rəmzidir.